Salam, hər vaxtınız xeyir olsun. CBC FM-i dinləyirsiniz və gündəlik veriliş efirdədir. Mikrofon qarşısında Sevinç Eminzadədir. Bugün 20 fevral tarixidir və biz bu günün Azərbaycan tarixində rolunu, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsində rolunu müzakirə eləmək üçün tarixçi və Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümovu dəvət eləmişik. Çox sağ olun ki, gəlmisiniz. Bizə vaxt ayırmısınız. Minnətdarıq. Belə bir sualımız olacaq ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilk olaraq hansı tarixdən etibarən başladı və 20 fevrala gətirən belə deyək, tarixçə necə davam edirdi? Nələr baş verirdi bu günə qədər? Doğrudan xalqımızın müstəqilliyinə və azadlığına doğru gedən bir yolun başlanğıcı kimi də saymaq olar. Oradan başlamaq lazımdır ki, keçən əsrin 80-ci illərin ortalarından başlayaraq keçmiş SSR-də azadlıq və pluralizm, demokratiya və yenidən qurma siyasətinin həyata keçirilməsi həmin müttəfiq respublikaların özündə milli azadlıq hərəkatı özünü dərki oyatdı. Amma digər müttəfiq respublikalardan fərqli olaraq Ermənistanda bu biraz fərqli formada başladı. Belə ki, artıq Ermənistanda müəyyən qüvvələr vardı ki, onlar özlərinin müəyyən planlarını həyata keçməyə çalışırlar. Bunlar nədən ibarət idi? İlk öncə Ermənistan SSR-də yaşayan tarixi azərbaycanlıların, müsəlman türk əhalinin deportasiyası. İkinci, Azərbaycan ərazisində hələ 1923-cü ildə qanunsuz olaraq yaradılmış, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi və eyni zamanda həmin Azərbaycan ərazisində anklav vəziyyətdə qalmış, onların dediklərinə görə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan SSR arasında bir koridorun, Laçın-Şuşa yolunun da məhz Ermənistana verilməsinin üçün belə böyük bir hərəkətə başladılar. Təbii ki, onların təkcə SSR-nin siyasi rəhbərliyində yox, həmçinin dünyanın böyük ölkələrində havadarları vardı və bu hadisələr artıq 1988-ci ildə geniş vüsət almağa başladı və bu hadisələrə etiraz olaraq Bakıda hələ 1988-ci ilin fevralında mitinqlər baş verdi və bu mitinqlərində hamısı demək olar ki, Bakıda və baş verməsi digər başqa şəhərlərdə də var idimi? Bəli, Xankəndində də bu demək olar ki, başladı. Və dinc mitinqlər idi, yoxsa necə bir bu mitinqlər dinc mitinqlər idi. Daha çox bu mitinqlərdə Bakıda, Xankəndində, Ağdamda, Gəncədə dinc insanlar yerli rayon keçmiş Komünist Partiyası Çabuk desə icra hakimiyyəti icra hakimiyyəti kimi qurumların qarşısına gələrək dinc şəkil olaraq etiraz bildirirdilər ki, yəni necə deyirlər, Kremlin bu siyasəti və ermənilərin bu havadarlarına dəstək verilməsini dayandırılsın. Lakin bu tələblər Moskva arxayın saldı və nəticədə demək olar ki, deməli verilmədi. Və bu da onu göstərir ki, bu dövrdə artıq hadisələr getdikcə kəskinləşməyə başladı. Və belə olan halda bu hadisələr özünü daha çox Ağdamda göstərdi və xüsusilə Xankəndində. Çünki Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirməsi ilə bağlı Ermənistan SSR Ali Sovetinin qərarlarına məhz burada yerli əhali daha kəskin cavab verdi və o zaman Ağdam yaşayan əhali Əsgəran yolu ilə Xankəndiyə, Şuşaya doğru istiqamətləndilər. Bu bir dinc aksiya idi və bir etiraz idi. Və həmin vaxtı fevral ayının 20-sində ermənilər tərəfindən bir atəş açıldı. Və bu atəşin açılması ilə deməli Ağdam rayon sakinləri Bəxtiyar və Əli adlı iki gənc deməli həlak oldular. Və bu əhalini daha da qızışdırdı. Lakin buna baxmayaraq o dövrün güc qurumları və istər Moskvadan olan, istər Bakıdan olan güc qurumları həmin əraziyə gələrək bir konfliktin baş verməməsinə çalışdılar və əsas məqsədləri də o oldu ki, dinc yolla bu məsələ nizamlansın. Və mitinqdə iştirak edənlərlə keçirilən fərdi görüşlərdə belə bir qərar alındı ki, bu məsələ yoluna qoyulacaqdır. Amma hadisələrin sonraki axarı göstərdi ki, bu hadisə ermənilərin özünün çirkin niyyətlərindən necə deyirlər, uzaqlaşdırmadı. Və nəticə olaraq hadisələrin sonraki inkişafında biz gördük ki, bizim nəinki Ermənistan SSR-dən Azərbaycanlıların deportasiyası, həmçinin Dağlıq Qarabağdakı
Azərbaycan icmasına da qarşı terror həyata keçirildi. Sonrakı dönəmlərdə də biz 7 rayonumuzun işğal olması ilə üzə gəldik. Məhz həmin 1988-ci ilin 20 fevralında baş vermiş o hadisə Azərbaycan xalqının milli özünü dərkindən başqa, həmçinin Dağlıq Qarabağın Ermənistana birləşdirməsinə qarşı çox böyük bir etiraz idi. Bu etiraz respublikamızın daha çox böyük şəhərlərində baş vermişdi. Və biz sonraki illərdə görürük ki, həmin vaxtı Sumqayıt hadisələrdə məsələ fevral ayına düşmüşdü, həmin hadisələrin il dönümü ilə bağlı. Yəni, fikir verirsiniz ki, həmin hadisələr respublikamızın müxtəlif şəhərlərində müxtəlif vaxtlarda baş verirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Xankəndində, Ağdamda. Artıq xalqın özünü dərki vardı. Bundan bağlı Şuşanın özündə də etirazlar vardı. Hadisələrə Qərbi Azərbaycanda da etiraz vardı. Çünki o dönəmdə artıq Ermənistan SSR ərazisində tarixi Azərbaycanlılar yaşayırdılar. Məlumdur ki, zaman-zaman Ermənistan SSR-də yaxud da Ermənistan ərazisində yaşamış Azərbaycanlılar deportasiyaya məruz qalmışlar ki, bunlar 1948-1953-cü illərdə kütləvi şəkildə deportasiya edilmişlər və onların sonuncu nəsli demək olar ki, 1988-ci ildə tamamilə boşaldıldı və türksüz Ermənistan yaradıldı. Və Ermənistanda yaşayan Azərbaycanlıların boşaldılması özü dinc həyata keçirilmədi. Spitak, Quqark və s. rayonlarda ermənilər azyaşlı Azərbaycanın uşaqları boruların içinə dolduraraq onları qaynaq edərək dərədən yuvarlayırdılar və bu hadisələr o əraziyə 1988-ci ildə Hamamlı, yəni Spitak rayonundakı zəlzələ zamanı beynəlxalq ictimaiyyətin yardımı nəticəsində üzə çıxmışdı. Hətta Avropalı jurnalistlər, fransızlar və digərləri bu hadisələri görərkən dəhşətə gəlirdilər və onlar ermənilərin məhz Ermənistanda yaşayan Azərbaycanlara qarşı bu terrorunu pisləyirdilər. Amma o dövrdə həmin bu separatçılar, terroristlər nəinki Ermənistanda, hətta Kremldən belə öz dəstəklərini alırdılar və nəticədə bu hadisələr hara gətirib çıxardı? Ermənistandakı Azərbaycanlıların Ermənistanın tamamilə çıxarılması. Və bundan sonra onlar ikinci niyyətlərini həyata keçirməyə çalışdılar ki, bu da Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR birləşdirməsi məsələsi idi. Ki, bu da böyük bir kəskin etiraz doğurdu Ağdam cəmaatında, həmçinin Xankəndində, eləcə də hadisələrə paralel olaraq Bakıda və Sumqayıtda da etirazlar baş vermişdi ki, o dövrdə Moskva rəhbərliyi öz güc qurumlarından yerli və digər xüsusi əməliyyat nəticəsində bura göndərilmiş emissarları vasitəsilə həmin miting iştirakçılarına qarşı zor tətbiq edirdilər, onların provokasiya çəkərək güya millətlər arasında münaqişəyə səbəbkarı kimi beləcə bu hadisələri soyutmağa çalışdırdılar və həmin hadisələrin təşkilatçıları, onların aparıcı qüvvələri, mitinqlərdə öndə olan insanların həbs edilməsi nəhayət ermənilərin daha da əl-qolluğu açırdı. Bütün bunlar hamısı onu göstərdi ki, 20 fevral 1988-ci ildə Ağdam sakinləri Əli və Bəxtiyarın dinc nümayişinə qarşı ermənilər tərəfindən ordu silahla qəsdən atəş açılaraq öldürülməsi onu göstərdi ki, bu artıq cinayətdir və bu konfliktə doğru gedirdi. Lakin o dövrdə bunun qarşısının alınması hadisələrin belə deyək ki, daha da böyüməsinə təsir etməmək üçün həyata keçirildi. Amma bununla ermənilər məharətlə istifadə etdilər və özlərinin digər çirkin terror siyasətini həyata keçirdilər. Şəfa müəllim, siz danışdıqca adamın ağlına iki sual gəlir. Birincisi, Azərbaycanın müxtəlif şəhərlərində, müxtəlif belə deyək, yaxın tarixlərdə müəyyən etiraz aksiyaları baş tuturdu. Lakin biz başa düşməliyik ki, o dövrdə poçt xidməti və stasionar telefonlardan başqa heç bir əlaqələndirici bir məqam yox idi. Məsələn, indi sosial şəbəkələr var, müxtəlif proqramlar var, tez informasiya ötürmək üçün. Bir onu sual verəcəkdim ki, bəs bu etiraz aksiyaları bir-birlərindən pərakəndə şəkildə mi baş tuturdu? Çünki belə başa düşürəm ki, informasiya dalğa-dalğa yayılırdı. Əgər ki, dövlət televiziya vasitəsilə yayılmırdısa, məlumatsız idisə xalq, sadəcə olaraq o hadisələrin episentrindən çıxıb gələn insanların danışdıqlarına əsasən müxtəlif şəhərlərdə, yəni deyək ki, Gəncəyə gəldi bir qrup insan, danışdı olanları, daha sonra gəldi, tutalım ki, Sumqayıta, daha sonra Bakıya. Belə mi baş verirdi informasiya ötürülməsi? Çünki çox vacibdir. Bu insanlar bir-birlərindən xəbərsiz idilər axı. Həm orada baş verənlərdən, həm belə deyək, Qərbi Azərbaycandan köçürülənlərdən, həm
aksiyalarda baş verənlərdən nə zaman məlum oldu ümumiyyətlə ki, Ağdam sakinləri 2 nəfər artıq qətlə yetirilib? Necə məlum oldu? Doğru yanlışırsınız. O dövrdə informasiya cəmiyyəti tam olmadığına görə məlumatlar daha çox radio və televiziya, həmçinin də mətbuat vasitəsilə verilirdi. Radio və televiziya daha çox senzuranın nəzarəti altında olduğuna görə bu cür xəbərlər daha çox efirə getmirdi. Amma qəzet səhifələrində də o dövrdə bildiyimiz kimi aşkarlıq olduğuna görə nisbətən az informasiya verilirdi. Amma orada da hadisələr biraz kontekstdən çıxarılaraq təsvir gedirdi. Və bu cür hadisələrin sürətlə yayılması, siz dediyiniz kimi, əhalinin hərəkəti nəticəsində qaçqın və məcburi köçkünlərin yer dəyişməsi zamanı informasiya ilə yayılırdı və həm də o dövrdə artıq Azərbaycanda bu cür belə etirazların oyandığı bir vaxt idi. Çünki həmin bu etirazlar təkcə Azərbaycanda yox, demək olar ki, keçmiş SSR-nin müxtəlif şəhərlərində olurdu. Bu da daha çox işsizlik, sonra müəyyən əmək haqqlarının gecikməsi və o dövrdə SSR-də baş vermiş iqtisadi problemlərdən doğurdu və biraz da kənara çıxsaq deyə bilərik ki, Sovet qoşunları həmin dövrdə Əfqanistana getmişdi və orada artıq o son illərini yaşayırdı və məğlubiyyətə rast gəlmişdi. Eyni zamanda Sovet rəhbərliyi, ABŞ rəhbərliyi ilə görüşlər keçirməklə bu strateji silahların məhdudlaşdırması ilə bağlı danışıqlar aparırdı və bütövlükdə SSR-nin dünyada bu cür işləri daha çox diqqət altındaydı və ona görə də hadisələr nəzarətdən çıxmışdı. Buna baxmayaraq əhali, yəni artıq ermənilərin Ermənistandan ki, Azərbaycandan deportasiyasını bilirdilər və deportasiyanın ilk dalğaları gəldiyinə görə bu etirazlar oyanmışdı və insanların bir-birinə informasiya verməsi bu hadisələri qızışdırırdı və Əli və Bəxtiyarın belə qətlə yetirilməsi o dövrdə hadisələrin içində olan rayon partiya rəhbərləri də o nəzarətində idi və bu təbii ki, sürətlə mərkəzə yayılırdı. Çünki hadisələrin bu cür baş verməsi mövcud güc qurumlarının, prokuratura sisteminin və məhkəmənin də nəzarətindədir və onlar dedilər ki, xüsusi bir komissiya yaradılacaq, bu məsələlər araşdırılacaqdır. Yəni informasiya cəmiyyəti olmadığına baxmayaraq insanlar arasında bu cür xəbərlər daha tez yayılırdı. Təbii ki, əlaqələr o qədər də yüksək səviyyədə deyildi və siz dediyiniz kimi bu cür hadisə iştirakçıları Ermənistan SSR-dən deportasiya olunmuşlar, Respublikamızın müxtəlif şəhərlərinə gedirdilər və onlar mövcud vəziyyəti bilirdilər. Həmçində ki, yerli əhali medianı izləyirdilər və görürdülər ki, Ermənistan parlamentinin, yəni belə deyək, Dağlıq Qarabağ Muxtar Vilayətinin onu birləşdirməsi ilə bağlı qərarına nə Moskvadan bir cavab gəlir, nə də yerli Azərbaycan rəhbərliyindən və məhz belə olan halda insanlar artıq hadisələrin daha da pis olacağını görürdülər və buna etiraz edirdilər. Əşrəf müəllim, qısaca olaraq bir sual da verim. Axı bu ilk dəfə deyildi ərazi iddiaları, yəni son 100 il bəlkə də daha çoxu, siz daha yaxşı bilərsiniz, nəzərə alsaq, ərazi iddiaları periodik olaraq var idi və bildiyim qədərilə bir sıra Azərbaycan siyasi xadimləri bu ərazi iddialarının qarşısını almaq üçün səylərini əsirgəmirdilər. Sadəcə olaraq həmin məqamda artıq siyasi və tarixi vəziyyət elə gətirdi ki, bu ərazi iddiaları münaqişəyə qədər gəldi, çıxdı. Bir xatırlatma etsəniz, ərazi iddiaları nə vaxtdan başlamışdı və hansı periodlarla, belə deyək, daha kontekstdən çıxırdı da, sadəcə iddia kontekstindən çıxırdımı, yoxsa sadəcə belə deyək, sənəd üzərində qalırdımı bu iddialar son 100 ili nəzərə alsaq? Siz bilirsiniz ki, Rusiya ilə Qazar imperiyası arasında baş vermiş hər iki müharibənin nəticəsi sülh müqaviləsi ilə yekunlaşdı və bu müqavilədə Araz çayı tarixi Azərbaycan torpaqlarını 2 yerə böldü və bundan sonra o müqavilənin şərtlərində göstərilən maddələrə görə İrandan və həmçinin o dövrdəki Osmanlı imperiyasının ərazisindən ermənilərin Qafqaza köçürülməsinə başlanıldı. Rusiya imperiyasının burada xüsusi maraqları vardı, çünki yerli xanlar, yəni keçmiş bəylər, bunlar özləri öz imtiyazlarının bərpası uğrunda mübarizəyə başlayırdılar və belə olan halda Çar Rusiyası ya Rusiya imperiyası özünə dayaq yatmaqdan ötürü bu ermənilərdən istifadə etməyə başladı və Azərbaycan ərazilərində ilk dəfə olaraq ermənilər köçürüldü və 1826-cı ildən başlayaraq artıq Azərbaycan torpaqlarında bir erməni vilayəti yaradılmağa başlandı və onlar zaman-zaman bunu bir böyük quberniya şəklinə kimi gətirməyə çalışsalar da bu mümkün deyildi. Çünki o dövrdə Rusiya imperiyasının idarə edilməsi, yəni quberniyalar şəklində idilər. Amma Rusiya imperiyası özü Birinci Dünya müharibəsindən sonra çöküşü zamanı artıq müstəqil dövlətlərin yaranması üçün bir
yol açıldı və bu dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Gürcüstandan sonra özünün müstəqilliyini elan etdi bildiyimiz kimi və həmin vaxtı Ermənistana paytaxt olsun deyə İrəvan şəhəri güzəştə gedirdi və bu da tarixi zərurətdən irəli gəlmişdi. Və bu ona görə edilmiş ki, həm də ermənilərin Azərbaycana ərazi iddialarına son qoyulacaq və Ermənistanda yaşayan Azərbaycanlı əhaliyə qarşı terror həyata keçirilməyəcəkdir. Və bu vaxta qədər də hələ 1905-6-cı illərdə ermənilər o ərazidə yaşayan türk müsəlman əhalisinə qarşı böyük qırğınlar həyata keçirmişdilər. Hətta 1918-ci ildə də indiki Naxçıvan, Zəngəzur, Qərbi Azərbaycanın bütün mahallarında, hətta Qarabağın özündə, Şuşada, Xankəndində də ermənilər terror dəstələri böyük soyqırımlar həyata keçirmişlər. Azərbaycan tarixində Mars soyqırımı kimi xatırlanan bu hadisələrlə bağlı biz CBC FM radioda dəfələrlə danışmışıq və bu Mars soyqırımları Bakı, Gəncə, Lənkəran, demək olar ki, ölkəmizin bütün şəhər və rayon Şamaxı bəli əhatə edirdi, Quba və digər bölgələrdə. Bu hamısı məqsəd nə idi? Burada yaşayan türk müsəlman əhalinin demoqrafiyasını aşağı salmaq və əhalinin buradan köçüb getməsinə nail olmaq ki, gələcəkdə bu əraziləri tamamilə erməniləşdirsinlər. Necə ki, onların dənizdən dənizə böyük Ermənistan planlarına uyğun gəlirdi. Və bildiyimiz ki, 1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı və bundan sonra Ermənistan ərazisində də Daşnak Respublikası qurulmuşdu və o da deməli süquta uğradı və bundan sonra hər iki dövlət necə deyirlər, SSR tərkibinə daxil olmağa başladı. Və bu zaman hər iki respublikada bolşeviklər hakimiyyətdə olsa da Azərbaycandakilərdən fərqli olaraq erməni bolşevikləri yenə də özünün daşınaq xislətlərini göstərdilər və məhz Azərbaycanın içərisində olmuş erməni və rus partiya və dövlət xadimləri Azərbaycan ərazilərini güzəştə gedərək xüsusilə Naxçıvanı, Zəngəzuru Ermənistanı birləşdirməsinə çalışırdılar və o dövrdə Azərbaycan rəhbərliyi yalnız Naxçıvanı qoruya bildi, Zəngəzur verildi və Dağlıq Qarabağ isə Azərbaycanın tərkibində bir muxtar vilayət kimi qala bildi. Burada haşiyə çıxmaq istərdim ki, Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması onun itirilməməsi idi ki, bu da qardaş Türkiyə Cümhuriyyətinin o dövrdə Mustafa Kemal Atatürkün yeritdiyi xarici siyasət nəticəsində baş verdi və 1921-ci ildə SSR ilə Türkiyə arasında bağlanmış Moskva və Qars müqavilələri məhz bunun beynəlxalq hüquq sahəsində tanınmasına gətirib çıxardı. Amma buna baxmayaraq 30-cu illərdən başlayaraq SSR-də kolxoz və safxozların yaranması zamanı ermənilər öz ərazilərinə kolxoz və safxoz yaradarkən oradakı Azərbaycanlıları da sıxışdırmağa başlayırdılar və əsas məsələ o idi ki, kolxoz idarəçiliyində erməniləri daha çox hakimiyyətə gətirmək. Və biz bildik ki, 2-ci Dünya müharibəsi oldu. 2-ci Dünya müharibəsində Ermənistan da digər ölkələr kimi səfərbərliyə getməyə başladılar və o dövrdə ermənilər yaşı çatdı, çatmadı, daha çox Ermənistanda yaşayan Qərbi Azərbaycanlıları cəbhələrə göndərirdilər və onların da xüsusilə ən ağır əməliyyatlarda qırğınlara getməsinə nail olurdular ki, bu da deməli Ermənistanda yaşayan Azərbaycan türk əhalinin demoqrafiyasının aşağı düşməsinə çalışırdı. Və Türkiyənin o dövrdə bitərəf mövqeyi və SSR-ni və Almaniya arasında gedən müharibədə bitərəf mövqeyini məharətlə istifadə edən ermənilər, yəni Kremldə olan erməni havadarları Sovet rəhbərliyinə məhz Ermənistan ərazisində yaşayan, xüsusilə Naxçıvanda, Türkiyədə yaşayan əhali ilə əlaqəsini əsas səbəb gətirirdi və Sovet rəhbərini inandırmağa çalışırdılar ki, İran və Türkiyə ilə, yəni sərhəd olması Sovet SSR-i təhlükə yarada bilərdi. Və nəzərdə çatdırım ki, o dövrdə İranda Hitler Almaniyasını dəstəkləyirdi və məhz bu çirkin siyasətin nəticəsində Sovet rəhbərliyi Ermənistanda yaşayan Azərbaycanlıların Orta Asiyaya deportasiyası barədə düşünürdü. Amma o dövrdə Azərbaycan rəhbərliyi bunun qarşısını çətinliklə ala bildi ki, bu Azərbaycanda yaşayan əhalinin müharibədə iştirakına çox pis təsir göstərə bilər və müharibənin getdiyi bu çətin vəziyyətdə bu siyasət saxlanılmalıdır. Amma müharibədən sonra da heç cür bu mümkün olmadı və 1948-53-cü illərdə Ermənistanda yaşayan, daha doğrusu Ermənistan SSR-də yaşayan Qərbi Azərbaycanda yaşayan tarixi Azərbaycanlılar xüsusi bir planla Azərbaycan ərazisinə köçürüldü. Bunun da adı ondan ibarət oldu ki, güya Kür və Araz ovalıqlarında pambıqçılığın və digər sahələrin inkişafı üçün orada yerli əhalinin köçürülməsinə nail olurur. Hətta demək istərdim ki, o dövrdə bu əhali sürətli olaraq Mərkəzi Asiyada pambıqçılığın inkişafı üçün köçürüləcəkdi.
Lakin Azərbaycan rəhbərliyinin bir uğurlu siyasəti oldu ki, məhz Ermənistandakı azərbaycanlıların elə bu Azərbaycan ərazisinə, xüsusilə böyük şəhərlərdə Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərə köçürməyinə nail oldular. Azərbaycanlıların az olduğu bəzi Bəli, şəhərləri bəli. qeyd Onu etdiniz. qeyd edəcəkdim ki, o dövrdə artıq Azərbaycanda sənayeləşmə yarandığına görə Rusiyanın müxtəlif quberniya və əyalətlərindən SSR-nin bura qeyri-türk, qeyri-müsəlman əhali çox köçürülmüşdü demoqrafik vəziyyət dəyişmək üçün. Və bu da bunun bir qarşısını aldı. Çünki istər Qərbi Azərbaycanda yaşayan türk-müsəlman əhali ilə Azərbaycanda yaşayan türk-müsəlman əhali eyni soydan və kökdən gəlirdi. Bu onun adət, ənənə, məişət və digər necə deyirlər, təsərrüfatlarının oxşarlığından irəli gəlirdi. Və sonrakı illərdə 60-cı illərdə də Sovet rəhbərliyi dəfələrlə bu torpaq və ərazi güzəştinə nail olmuşdu və 1969-cu ildən 1982-ci ilə kimi Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə demək olar ki, onların bu siyasəti, Məkkəri siyasətin qarşısı alınmışdı. Hətta onun hakimiyyətdə olduğu dövrdə Xankəndində ermənilərin separatist çıxışları da ifşa edilmişdi və 80-ci illərdən başlayaraq artıq ermənilər bu özlərinin ərazi iddialarını genişləndirməyə başladılar və həmin dövrdə Heydər Əliyevin SSR Ali Sovetinin də fəaliyyəti və onun qətiyyəti nəticəsində bu məsələlər demək olar ki, qarşısı alındı. Və biz fikir verə bilərik ki, 80-ci illərin ortalarında SSR rəhbərliyin dəyişməsi, Mixail Qorbaçovun hakimiyyətə gəlməsi Heydər Əliyevin siyasi karyerasından uzaqlaşmasına səbəb oldu və məhz onun Moskvadan rəhbərlikdən uzaqlaşdırılması erməni havadarlarını qızışdırdı. İstər Ermənistanda, istər rəsmi Moskvada və istərsə də dünyanın müxtəlif ölkələrindəki erməni lobbi və diasporaları birləşdirdi və Azərbaycana qarşı ərazi iddiaları yenidən gündəmə gəldi ki, bu da 1987-ci ildən başlamış onların bu kampaniyaları 1988-ci ilin yanvarından sürətlənməyə başladı ki, bu da fevral ayında Ermənistan Ali Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanı birləşdirməsi ilə bağlı verdiyi qərarda özünü göstərdi ki, bu da Azərbaycanda kütləvi etirazlara səbəb oldu və bu hadisələrin epitsentri də Ağdam rayonu ərazisində baş verdi. Çünki Ağdam o dövrdə necə deyirlər, bu mərkəz Dağlıq Qarabağ Muxtar Vilayətində daha çox iri şəhərlərdən biri idi və burada yəni tanınmış şəxslər vardılar və kolxoz və safxozların əhalisi buna işğal dəstəkləməyə başladılar. Düzdür, buna Xankəndində və Şuşada etirazlar vardı, amma Ağdamda əhalinin Ağdamdan Əsgəran yolu ilə oradakı mitinq iştirakçılarına dəstəyə getməsinin qarşısını ermənilər alırdılar. Məhz onun üçün orada atəş səsləri eşidildi və bu da 2 qurbana gətirib çıxardı. Və bu o dövrün deməli tədqiqatçıları da deyirlər ki, Sovet mütəxəssisləri də qeyd etdilər ki, bu artıq Ermənistan və Azərbaycan arasında bu münaqişənin başlanması üçün ilk qurbanlar sayılırdı. Təşəkkür edirəm bizə vaxt ayırdığınız üçün. Çox sağ olun. Bizim qonağımız tarixçi, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov idi. Biz isə işimizi yekunlaşdırırıq. Sağ olun, salamat qalın.